Belə bir izləyicimiz sual yazıb ki, bəs kəpəkli undan hazırlanan çörəyi yemək olarmı? Olar. Sağlam adama nə deyirsiniz, olar. Müəyyən xərçəng xəstələrimə bir müddət üçün mal əti, quzu əti, şəkər və maya ilə hazırlanmış məhsullar, vermişel, makaron, çörək, onları olmaz. Məsəl üçün, mayasız çörəyi olar yemək. Lavaşın çörəyini adətən mayasız hazırlayırlar, onlardan istifadə eləmək olar. Amma kəpəkli, qara undan, boz undan, yaxud da ki, covdar unundan problem deyil. Onlar hamısı xeyirlidir, faydalıdır və insana pis deyil. Bir də yerli ağ dut bəkməzinin nəyi pisdir ki? Belə bir sual yazıblar. Ümumiyyətlə, bütün bitkilərin heç bir pisliyi yoxdur. Tut olsun, nar olsun, o birisi olsun. Sadəcə ağız zövqü var və müəyyən xəstəliklərlə müəyyən məhdudiyyətlər ola bilər hansı bir dövr üçün. Tutdan hazırlanan doşaplar çox faydalıdır. Qaraciyərə, ağciyərə və bir çox hallarda çox faydalıdır. Ona görə də istifadə edə bilirsiniz. Problem deyil.